Azərbaycan tarixində minilliklərə dayanan bir dövlət ağlı ilə 200 illik imperiya ağlı və strukturlaşma arasında son 30 ildə davam edən bir mücadilənin tam həlledici bir mərhələsinə biz qədəm qoyuruq. O yüzden də bugün Ramiz Enveroviçin həbsini hansısa bir məmurun, iri çaplı məmurun həbsi kimi dəyərləndirməməliyik. Və burada da Ramiz Enveroviç əslində isim olaraq keçir. Enveroviç adı altında strukturlaşan 200 illik imperiya çətələşməsi böyük bir zərbə almaq üzrədir və ona qarşı dövlət ağlımızın böyük bir mücadiləsi başlamışdır. Bütün hallarda bir millət olaraq dövlətimizin başlatdığı bu mücadilədən yanında olmalıyıq. Bütün mahiyyəti ilə A-dan Z-yə qədər bu çətələşmədə iştirak edən qurum və quruluşların, şəxslərin tam mənada ifşa edilməsinə çalışmalıyıq.